və İstanbulda nələr baş verir? Bizim sizlə axırıncı görüşümüzdə, verişimizdə, əgər xatırlayırsınızsa, yəni bunu bir təkrar üçün deyirəm. Mən sizə də bu fikri bildirdim, sizə dəstək verirsiniz. Riyadakı görüş Ukraynanı masadan kənar etmək idi. O ərəfədə xatırlayırsınızsa, cənab Zelenski Ankaraya gəlmişdi. Və mən də sizə cavabında dedim ki, o masada olması üçün idi. Çətirin altındakı foto dünyadır. Bəli. Yəqin ki, çətiri də Erdoğan özü tutmuşdu, əlini saxlamışdı. İndi mən üzr istəyirəm, siz bunu deyirsiniz, boş verin, fikir verməyin. Mən rəyləri də oxuyuram. Tənqid edən haqlı insanlara baş göz üstə qəbul edirəm, amma təhqir eləyənlər də var, nə bilim, deyirlər, ay Kamran, bu savadsız, yəni məni hardan tapısız gətirmişsiniz. Amma bizim sizlə Allaha şükür, buradakı ikimizin də birlikdə fikir var, zaman hamısı da düz çıxır. Mən burada deyirdim ki, İranla ABŞ gizlin danışır, deyə görürsünüz. Söhürlə təhqir edirlər, mənə savadsız deyən adamlar özünə hörmət eləməyən axırıncı adamlardır. Bunu da bu fürsət düşdü deyirəm. İndi o masa qayıtdı. Vladimir Putinin olsa biz o səfərə, Ankaraya səfərə gələcəyini, üzr istəyirəm, İstanbula gələcəyini mən də sizin kimi inanmırdım. Trumpın da heç gələcəyini inanıram. Trumpın müəyyən bir ümid var idi ki, bəlkə o yaxın şərqə bilirsiniz səfərə gəlir. Putin gəlsəydi gələcəkdi. Putin gəlsəydi gələrdi, amma Türkiyə onu Rəcəb Tayyip Erdoğan cənabları dəvət eləmişdi bu Ukrayna məsələsindən də əvvəl. Hətta bu danışıqlar da var idi ki, Trump İstanbula gələcək. Yəni Türkiyəyə səfərə gələcək. Bu olmadı. Hələ o çünki 5-ci günə kimi biraz sabaha kimi biraz gözləmək lazımdır. Bəlkə Trump Erdoğanla görüşə gəldi. O da bilmək olmaz. Mən bəlkə görüşdü, bəlkə Qatarın vasitəsi ola bilər. Hər şey ola bilər. Bu paraddan sonraki 9 may özlərinin bu paradı var idi və diqqət elədinizsə o paraddan əvvəl mən şərh də vermişdim bir saytların birinə. Orada da elə təxmini bu cümlələri demişdik. Elə burada da o fikirlərimizin bir çoxu da düz çıxdı. Yaşasın Rusiya belə getdi. Ukrayna adını ümumiyyətlə çəkmədi. Bir dənə uğur oldu, yəni dırnaq arası o Ukrayna xalqına qarşı döyüşülən texnikaları orada nümayiş elətdirdilər. Vəssələm, qalan indi Monqolistanı, Laosu, Hindistandan yığıb gətirmiş nümayəndə heyəti. Amma istədiyi adamlar ora gəlmədi. Təbii, gəlmədi və Teymur bir şey dediyim ki, o 9 may paradından 80 illik yubiley düşünürdü ki, 9 maya qədər Ukraynada hansısa bir şəhər, hansısa bir ərazini alacaq, amma heç nə eləyə bilmədi. Kursk alacaqdı. Koreya əsgərlərini orada qırdırdılar. Bir dənə Koreyan xeyri oldu. Şimdi körpü salırlar Şimali Koreya ilə Rusiya arasında. Ondan sonra ani Vladimir Putin İstanbul sözləşməsinə qayıtmağı dedi. Çünki ətraf belə, hətta Çinlə müttəfiqdir, dini dırnaq arası dostdur. Yaxında Xi Jinping cənabları da deyir ki, bu müharibəni dayandırmalısan. Hindistanın baş naziri belə deyir ki, yaxşı səni dəstəkləyir filan bəhməşən, amma bu müharibə dayandırılmalıdır. Nəyə alırsan? Və nəticədə İstanbul sövdələşməsinə, müqaviləsinə qayıdırıldı. İndi axşama kimi deyirlər bu müqavilə olacaqdı, yəni bundan əvvəlki nəzərdə tuturam. Boris Johnson bu işi pozub. İndi pozub Amerika Biden administrasiyası. Bu ayrı məsələdir. Amma bu oldu. Amma o da yalandır axı. Çünki mən burada videoda göstərdim ki, o saziş Kiyevə tərəfindən bunlar qaçandan sonra, saziş pozulandan sonra Johnson gəlib Kiyevə. Özə 7 gün sonra, bir həftə sonra. Kamran bəy, var olun. Bu da yalan. Var olun. İndi bu müqavilə, bu sözləşməyə nümayəndə göndərib. Medinski baş müşaviri, Xarici İşlər Naziri müavini və s. İndi mən sizə şəxsi fikrimi deyim. Putinin ora gəlməyə də bir adı yoxdur. Çünki o ancaq diktə eləyib ki, bizim şərtlərimiz diktə olunanı qəbul olunsa, mən Zelenski ilə görüşəcəm. Bu bir. İkincisi də ki, ona görə gəlmir ki, burada təəccüblü yenə də bir şey yoxdur. Bunlar Ukrayna təzə yeni bir nəsə bir icad ediblər. Vladimir cənab Zelenski bunlar legitim hakimiyyət saymırlar. Yəni ikinci səbəblərdən də biri budur ki, bu Ukraynadakı hakimiyyəti legitim saymırlar. Gedin seçki keçirdi, nə bilim neyin. Birincisi bu mümkün də deyil Ukraynada seçki keçirmək ölkənisin. Yox, kimdir o sözünə baxan? Onun sözünə seçki keçirmir. Putinin İstanbula gəlməməyinin səbəblərindən ikisini mən əsas bunu görürəm. Amma məncə qorxusu da var, qorxu. Əlbəttə qorxu da var. İndi İrana səfəri gözlənilir, nəyə gələcək İrana səfər, digər məsələlər də var. İran tərcih olunur artıq. Yəməndən də çıxardılırsa İran demək olar ki, qalır. Teymur, bu səhnəni bir gözünün önünə gətirin. Bax,
Putin oturub Zelenski üzbəyiz. O Putin orada nə hala düşəcəyini təsvir edirsinizsə. Ki Zelenski onu nə hala salacaq orada. Yəni həm dinamikada, həm də ritorikada. Həm də Kamran bəy, Putin də indi hər nəticədə neçə ildir bu Rusiya Federasiyasını idarə edir. O özü də yaxşı bilir ki, onların Rusiya tərəfinin irəli sürdüyü şərtləri Ukrayna qəbul etməyəcək. İndi də gəlin səmimi danışan. İndi şərt nədir? Açıqlayıblar. Donetsk, Lugansk, Zaporojye, Xersonu bizim torpağımız tanıyırsan. Hə, Krımı sonra danışarıq. Nə bilim Rus dili məsələsi, digər məsələlər. Bunu Vladimir Zelenski bunu olsa qəbul etməyəcək. Əslində yazıcısı bizim dövlət başçımız dedi bunu ki, heç vaxt Ukrayna bunu qəbul etməyəcək. Qəbul edərsə, demək ki, mən, yəni öz haqqında dedi bizim dövlət başçımız. Mən siyasətdən heç nə anlamıram, əl edərsə. O göz önündədir ki, dediyi kimidir. Azərbaycan dövlətini yenə gəlirik. Zaman-zaman bəzi qanmaz adamlar, insanlar Rus-Ukrayna müharibəsində Rusiyanın yanındakı kimi dırnaqarası göstərən adamlar var. Azərbaycan dövlətinin rəhbərliyi bizdir, sizdir. Bu müharibədə həqiqətən də biz Azərbaycan dövləti çox gözəl, praqmatik bir siyasət aparırıq və Rusiyanın Koreya kimi biz əsgər zad göndərir. Yəni bu məsələ Azərbaycan dövlətinin rəhbəri tamamilə düzdür. Ukraynanın burada Zelenskinin getmədi, o rəşi bilindi. Olsa Ukraynanın burada Vladimir Zelenski nədir? Telegram kanalında gəlməmişdən qabaq deyib Kamran bəy, atəşkəs olsun. Sonra danışarıq. Ona görə də Ukrayna, demək ki, Rusiya günahsız insanları öldürür. Artıq gecə insanları yatanda vurur, binaları, yaşayışı da baxın o təslimiyyət üçün. Bu atəşkəs Rusiyaya sərf eləmir. Putinə sərf eləmir. Bəli. Çünki o şərtlər qəbul olunmayacaqdır. Və ona da heç kim razı olmaz. Sən tut mənim torpaqlarımı. Hə, rəhmətlik deyək də dünyasını dəyişmiş Henry Kissinger, biz sizə bunu bir dəfə də müzakirə eləmişik. Trump administrasiyası ilk başda ondan məşğul oldu. Yəni, o planı həyata keçirməyə çalışdı Kamran bəy. O şou elə-belə deyil idi Oval Ofisdə. Təbii 3 ayda onunla məşğul. Gəmirləri bilirsiniz, metallurgiya sənayesini döyüş eləmək, təhqir eləmək. Bu alınmadı. Vladimir Zelenski yenə dikdəyəndi, yenə əyilmədi. Amma Avropalı müttəfiqlər də sağ olsunlar. Əsasda İngiltərənin yeni baş naziri mən biraz qorxurdum, amma həqiqətən də odur. Və Almaniyanın yeni baş naziri də ikinci turda seçildi. O da dik bir dayanıb, o da açıqdan deyir ki, o Almaniyada Scholz'un uduzmağının, koalisiyanın getməyə səbəbi Ukrayna müharibəsi. Təbii. Çünki Scholz istəmirdi Ukraynaya dəstək olsun, praqmatik idi. Sonra açıq təzyiq vasitəsilə oldu və hakimiyyət koalisiyası dağıldı. Nəticə etibarı ilə indi budur. Bu Merz çox kəskin və ötkəm görünür təbii ki. Merz həm biləsiniz, müstəqil Almaniya tərəfdarıdır, müstəqil Alman ordusu və Avropa ordusunu istəyir. Almaniya, ABŞ-dan da müstəqil olmaq. Həm Avropanı, həm Almaniyanı. İndi bunu zaman göstərəcək, nə qədər bu olacaq, olmayacaq. Yəni sözünüzün cavabı bundan ibarətdir ki, Vladimir Putinin İstanbula getməməsinin səbəblərindən bundan ibarət budur. Amma Vladimir Zelenski gəlib əlbəttə ki, görüşəcək. Burada ola bilər yenə humanitar məsələni, bilmirəm, orada toxunacaq, toxunmayacaq. Humanitar məsələlər ola bilər, əsir mübadiləsi gedir, digər məsələlər ola bilər. Amma indi bu şərtlər adı altında atəşkəsin, yəni bu Luganskin, Donetskin digər tutduqları olacağına da mənim biraz şübhəm var. Bir şey də biz sizlə burada